Nəhayət ki, çox istədiyim Sinsey mağazasına mən də getdim. Düzünü desəm, mağaza düz mənim qarşıma çıxdı. Mən Əcəmi filialında olduğum və mağazada gördüyünüz hər bir şey o qədər kreativ, o qədər gözəl dekorasiyalar var idi. Bilmirdim hansına bax. Uşaqlar üçün, əsas da qız uşaqları üçün çox maraqlı sumkalar, pinallar, kaşlyoklar, hər bir maraqlı aksesuarlar var idi. Kupalniklar var idi o qız uşaqları üçün, qiymətləri 15 manat idi. Onlara mən baxdım. O balaca uşaqlar üçün bodilər, geyimlər, sport dəst, böyüklər üçün də var idi plavkilər, kupalniklar. Ev üçün bütün aksesuarlar demək olar ki var idi. Hətta dekorativ rəflər də var. Bir atdeli bağbanlar üçün idi. Uşaqlar üçün demək olar ki hər bir şey var idi. Dekorasiyalar çox idi, paduşkalar, süfrələr, pərdələr. Gözüm çaşkalara da, qablara da sataşdı. Sadəcə uşağımla getdiyim üçün onlara çox baxa bilmədim ki, birdən salıb yerə sındırım. Belə bir paduşkalar da gördüm, 10 manat idi. Və əgər kiməsə hədiyyə almaq istəyirsinizsə, bu dükandan mütləq ala bilərsiniz. Mən də belə bir oyuncaq aldım. Ətraflı növbəti videoda, vlogda paylaşacağam.